Vəhy 7-ci fəsil. Möhürlənmiş şəxslər. Bundan sonra mən yer üzünün 4 küncündə dayanan 4 mələk gördüm. Onlar yer üzünün 4 küləyini tutmuşdular ki, nə quru, nə dəniz və nə də bir ağac üstünə yeləssin. Gündoğan tərəfdən qalxan başqa bir mələk də gördüm ki, var olan Allahın möhürünə malik idi. O, uca səslə quruya və dənizə ziyan vurmaq izni verilmiş 4 mələyi çağırıb dedi: Biz Allahımızın qullarının alnını möhürləyənə qədər quruya, dənizə və ağaclara ziyan vurmayın. Möhürlənmiş şəxslərin sayını da eşitdim. İsrail övladlarının bütün qəbilələrindən 144 min nəfər möhürlənmişdi. Yahuda qəbiləsindən 12 min möhürlənmiş nəfər. Ruven qəbiləsindən 12 min nəfər. Qad qəbiləsindən 12 min nəfər. Aşer qəbiləsindən 12 min nəfər. Naftali qəbiləsindən 12 min nəfər. Menahşe qəbiləsindən 12 min nəfər. Şimeon qəbiləsindən 12 min nəfər. Levi qəbiləsindən 12 min nəfər. İssakar qəbiləsindən 12 min nəfər. Zevulun qəbiləsindən 12 min nəfər. Yusif qəbiləsindən 12 min nəfər. Binyamin qəbiləsindən 12 min möhürlənmiş nəfər. Bundan sonra mən gördüm ki, hər millətdən, hər tayfadan, hər xalqdan və hər dildən olan heç kəsin saya bilməyəcəyi böyük bir kütlə taxtın və quzunun önündə dayanıb. Onlar ağ xalat geyinib, əllərində xurma budaqları tutublar. Uca səslə nida eləyirlər: Xilas taxtda oturan Allahımıza və quzuya məxsusdur. Bütün mələklər də taxtın, ağsaqqalların və 4 canlı məxluqun ətrafında dayanmışdılar. Onlar taxtın önündə üzü üstə yerə qapanaraq Allaha səcdə eləyib dedilər: Amin. Allahımıza əbədi olaraq alqış, izzət, hikmət, şükür, şərəf, qüdrət və qüvvət olsun. Amin. Bu arada ağsaqqallardan biri məndən soruşdu: Ağ xalat geyinmiş bu şəxslər kimdir və hardan gəliblər? Ona dedim: Ağa, bunu sən bilərsən. O mənə dedi: Bunlar böyük əziyyətdən keçib gələnlərdir. Onlar öz xalatlarını yuyub quzunun qanı ilə ağartdılar. Buna görə də onlar Allahın taxtının önündədirlər. Gecə-gündüz məbədində ona ibadət eləyirlər. Taxta oturan da onların üzərində məskən salacaq. Onlar bir daha nə ac, nə də susuz qalacaqlar. Günəş və qızmar isti onları vurmayacaq. Çünki taxtın ortasında olan quzu onların çobanı olacaq. Onları həyat suyunun qaynaqlarına aparacaq. Allah onların bütün göz yaşlarını siləcək.